Salam hörmətli izləyicilərim. Bugün belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da jiletə, jaketə, svitrə, əsasən yay koftalarına gedən bir naxışdır formada. Toxunuşu da çox asandır. İlməklər də cüt-cüt yığılır milin üstünə. Nə qədər artırsanız 2-2 artırma edirsiniz. Həm də ki sapım da ki 100 qramlıq 350 metrəlik sapdır. Mən bunu rezinka hissəsini belə toxumuşam. Bir dəst, bir düz. Siz necə istəyirsiniz o formada da toxuya bilərsiniz. Bunun üçün indi mən belə bir sapımı götürürəm. Bunun üstə 2-2 yığıram ilməkləri. Qısa formada yığacağım. Üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ilmek yığdım milimin üstüne. Buradan düğün atıram açılmasın. Bunu da kəsirəm artıq. İndi mən buradan rezinka toxuyan deyiləm. Sizin ürəyiniz necə istəyir, elə də toxuya bilərsiniz rezinka hissəsini. Mən buradan bir sıra tərs toxuyuram. Birinci ilməyi də toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməkləri tərs toxuyuram. Bura düz üzüdür. Axıra qədər hamısını tərs toxuyuram. Sonra arxa üzdən də yenə hamısını tərs toxuyacağım ki, bu toxuduğum əyilməsin də ilməklər toxuyandan sonra düz dayansın deyə. Ona görə bunu 2 sıranı toxuyuram. Bura tərs üzüdür. Birinci ilməyi götürürəm. Qalan ilməkləri yenə hamısını tərs toxuyuram. Bu yüzden də hamısını tərs toxurum. Kənarda tərs toxuyuram. İndi bura düz üzlü, düz üzdən kənar ilməyi götürürəm buradan. Buradan bir artırma eləyirəm. 2 ilməkdən 1 ilmək çıxardıram. Yenə bir artırma eləyirəm. 2 ilməkdən 1 ilmək çıxardıram. Yenə bir artırdım, ikisindən birini çıxardım. Bu sıranı axıra qədər bu formada toxuyuram. Birini artırıram, ikisindən bir eləyirəm. Yəni ilməklərin artma, azalma olmur ilməklərdə. Birini artırdım, yenə bunu çıxardım. Kənarı da yenə tərs toxudum bu formada. İndi arxa üzdən yenə kənarı götürürəm. Burada bir artırma eləyirəm. Buradan ilməkləri ikisindən yenə birini çıxardıram. Yenə bir artırma eləyirəm.
Bu toxuduğum ilməklə bu artırdığım ilməyin ikisindən birini çıxardım. Formada artırıram. İkisindən yenə bir ilmək çıxardım. Bu sıranı da formada toxuyuram axıra qədər. Birini artırdım. Yine bu iki ilmənin ikisindən birini çıxardım. Kenarı da yine ters dokudum. Böyle bu formada bir nakış olur. İndi bir dəfə bitmiş hesab olundu. İndi ikinci dəfə yine bir sıra da toxuyacağım. Nakış görünsün diye. Kenarı götürürəm. Toxumuram. Burada bir artırma eləyirəm. İkisindən bir ilmək çıxardım. Artırma elədim. İkisindən birini çıxardım. Heç bir dəyişiklik eləmirik. Burada eyni toxunuşdur hər iki üzdən. Buradan da ikisindən birini çıxardım. Burada iki ilməyimiz qaldı. Bunları da ikisindən bir ilmək çıxardım. Kənarı da tərs toxuyuram. İndi tərs üzdən də yenə eyni şeyi təkrar edirik. Kənarı götürdüm, birini artırdım. İki ilməkdən bir ilmək çıxardım. Artırdım, bu axırıncını da toxudum. Kənarda bir tərs toxudum. Formada yenə bu üzdən də eyni şeyi təkrar edirik. Bu əvvəldən toxuduğumdur. Sonra belə bir naxış alınır. Hər iki üzdən eyni toxunuşdur. Sağ olun, gələn videomda görüşənə qədər.